Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistralının 165-ci kilometrliyində Lənkəran rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 49 yaşlı Fəxrəddin Mirzəyev idarə etdiyi Toyota Prado markalı avtomobillə Astara rayon istiqamətində hərəkətdə olarkən anidən maşını aşırıb. Sürücünün deməsinə görə ailəsi və yaxın qohumları ilə Lerik rayonuna toy məclisinə gedirmişlər. Bir anlıq yuxlayıb və qəza qaçılmaz olub. Hadisə biraz yuxulamışdı desən, baxın. Maşında adamzad var mı? Ailə üzvlərinizdə? Var. Neçə nəfər var? 5 nəfər. 5 nəfər. Xəsarət alan oldu da? İndi var xəsarət. Siz elə bir ki, Lerik istiqamətində gedirsiniz. Bəli. Qəza nəticəsində sürücünün yoldaşı 45 yaşlı Yeganə Alişanova, qızları 22 yaşlı Afət Mirzəyeva, 20 yaşlı Fəxriyə Mirzəyeva, eləcə də baldızı 59 yaşlı Tahir Alişanova və az yaşlı 13 yaşlı Ayxan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan Yeganə Alişanova vəziyyətinə uyğun olaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Avtoekspedisiyanın verəcəyi rəydən sonra qəzanın dəqiq səbəbləri məlum olacaq. Faktla bağlı araşdırma aparılır.